Salam, hər vaxtınız xeyir olsun. Bugün 5-ci sinif dərsliyində yer alan kök və şəkilçi mövzusu haqqında bütün xırdalıqlarına qədər danışacağıq. Əgər valideynsizsə çox xahiş edirəm ki, şagirdlərə, yəni övladlarınıza izlədin, müəllimsizsə şagirdlərinizi izlədə bilərsiniz. Çünki orta məktəbdə hissələrə parçalanaraq dərslər müxtəlif siniflərdə keçirildiyi üçün, məsələn, bir mövzu kök və şəkilçi ayrı sinifdə keçirilir, başlanğıc forma ayrı sinifdə keçirilir, uşaq başlanğıc forma gəlib 6-cı sinifə çatana qədər leksik şəkilçi yadından çıxır. Müəllim də məcbur olur, qayıtsın köhnə dərslərə, getsin 5-ci sinifə, 4-cü sinifə, 3-cü sinifə, həmin o mövzuları tapsın, bir-biri yığsın, çıxarsın, o dərsə keçsin ki, yeni mövzunu 6-cı sinifdə keçə bilsin. Ona görə mütləq şəkildə izlədin. Fərqi yoxdur. 5-ci sinif mövzusu olsa da 6, 7, 8, 10 uşaqlarda kök və şəkilçini tapıb, leksik və şəkilçini bir-birindən ayırmaq cəhətdən problemlər var. Bu belə. Demək ki, kök və şəkilçi. Nədir burada kök? Kök sözün ayrılıqda müstəqil məna bildirən hissəsidir. Kök sözün ayrılıqda müstəqil. Burada açar sözlər ayrılıqda, ayrı və müstəqil. Bizim açar sözlərimizdir. Kökün işarəsi nədir? Bu işarə. Nə deməkdir sözün ayrılıqda müstəqil məna bildirən hissəsi? Baxın, dənizçidən sözünü götürək. Dənizçidən. Ayrılıqda müstəqil məna bildirən hissə nədir? Çi olarmı? Nədir? Dən olarmı? Olmaz. Ayrılıqda müstəqil məna bildirən hissə dəniz sözüdür. Ona görə deyir ki, dənizçidən sözün kökü nə hesab olunur? Dəniz hesab olunur. Yaxşı, bax, şəkilçi nədir? Şəkilçi kökün əksini olaraq ayrılıqda müstəqil məna bildirməyən hissəsidir. Müstəqil məna bildirmir. Məsələn, çi sözünü buradan çıxardaq, çi. Çi nədir burada? Şəkilçi. Ayrılıqda müstəqil məna bildirmədi. Yaxşımı? İndi şəkilçi özü də 2 yerə bölünür. Şəkilçi 2 yerə bölünür. Şəkilçi 1. Leksik şəkilçi 2. Qrammatik şəkilçi. Qrammatik şəkilçi. Leksik şəkilçi hansı xüsusiyyətlərə baxır? Ümumi baxaq. Birinci işarəsini öyrənək. İşarəsi budur. Ev üstünə oxşuyur. Belə də yadınıza saxlaya bilərsiniz. Leksik şəkilçi ev üstü. Leksik şəkilçi sözün mənasını dəyişə bilən şəkilçidir. Sözün mənasını dəyişə bilir. Söz düzəldici şəkilçidir. Düzəldici burada əsas sözdür. Yaradıcı da ola bilər. Yaradan. Yeni söz yaradan şəkilçidir. Və yaxud sözün sualını dəyişdirə bilir. Yəni, yeni söz yaradır. Leksik şəkilçi. İndi baxaq. Məsələn, yenə yazaq bura dənizçi. Sözün kökü dəniz idi, düzdür. Sözün kökünü bayaq tapdıq. İndi bu çi nə bilim mən? Leksik şəkilçidir, yoxsa qrammatik şəkilçidir? Bilməkdən ötürü özündən əvvələ baxıram. Mütləq özündən əvvələ baxıram. Dəniz deyəndə nəzərdə tutduq? Ağlımıza gələn bir dəniz var da, düzdür? Məsələn, Xəzər dənizi. Dənizçi nə oldu? Artıq insana çevrildi. Yəni, bu əvvəl su olan bir yer idi ağlımızda. Gözümüzün qabağına su gəlirdi, dalğalar, ləpələr gəlirdi. Nəyə çevrildi? İnsana çevrildi, dənizçi. Gözümüzün qabağına gələn o şeyi dəyişdirdi mi? Yeni söz yaratdı mı? Bəli. Demək, bu leksik şəkilçidir. Aydındır? Yəni, sözün mənasını dəyişdirdi. Söz düzəldici, yeni söz düzəldən şəkilçidir. Bu leksik şəkilçidir. Amma sözün düzəlməyi baxımından mütləq şəkildə
sizin böyük-böyük dəftərinizə yazacağınız, altın qırmızı qələmlə xəttləyəcəyiniz bir qaydanız var. O qayda nədir? Hətta bura yazıram onu. Bunu qeyd dəftərinizə yazın. Yeni yaranmış sözün özündən əvvəlki sözlə bax yazıram. Mütləq bağlılığı olmalıdır. Mütləq. Elə dənizçi sözü üzərindən gedək. Dənizçi. Dənizi götürdüm, Çində leksik götürdüm. Dənizçi kimə deyilir? Dənizdə işləyən adama deyilir də, düzdür. Dənizlə bir aidliyi, bir bağlılığı varmı? Var. Ona görə mən onu götürə bilirəm. İndi bəzən şagirdlər burada çox maraqlı mı deyim, gülməli mi deyim, bilmirəm. Belə bir səhvlər eləyirlər. İnşallah ki, bu videodan sonra artıq eləməzlər. Məsələn, baxın. Dənizçi sözünün kökü dən. Toyuqlara verilən dən. Götürə bilərəm. Yaxşı, toyuqlara verilən dəni götürdüm, bunu da götürdüm şəkilçi. Dənizlə dənin bir aidiyyəti varmı bir-birinə? Bir bağlılığı varmı? Dən deyəndə mənim ağlıma gəldi toyuqlara verilən dən. Dəniz deyəndə ağlıma gəldi Xəzər dənizi. Nə əlaqəsi var bir-birinə? Olmaz. Ona görə də dəniz sözünün kökün dən götürə bilmərəm və yaxud şagirdlərim arasında bu səhvi eləyənlər var. Ağac. Ağac sözünün kökü nə olar? Ağa. Ağa ola bilərmi? Ağacla ağanın bir bağlılığı varmı? Yoxdur. Ona görə də sözün kökü birbaşa ilə bütöv şəkildə ağacdır. Yaxşımı? Bu hissəsi məncə aydındır. Yəni, əsas burada sözü kök və şəkilçiyə ayırarkən, leksik şəkilçisini taparkən, hər söz leksik şəkilçiyi, hər sözdə leksik şəkilçi tapmaq məcburiyyətiniz yoxdur. Ağac sözünə baxın, yoxdur. Mütləq deyil, orada leksik şəkilçi varsa, yeni yaranan söz var deməkdir də, düzdür. Yeni yaranan söz varsa, özündən əvvəlki sözlə də əlaqəsi mütləq olmalıdır. Hətta bunu biraz da möhkəmləndirim. Biraz da möhkəmləndirək. Qoy. Bir dəqiqə. Güləşmək sözünə bax. Bax, güləşmək. Universitetə hazırlaşanda da bu söz qabağınıza çıxacaq. Güləşmək. Güləş deyək də, hə. Qrammatik şəkilçini hələ keçməmişik deyə məşq əlavə eləmədim. Güləşmək sözün kökü. Ay müəllim, gül. Ay bala, gül bir insanın gülməyi var, düzdür. Bir də çiçək mənasında gül var da. İndi uşaqlar həyətdə güləşir, bir gözünüzün qabağına gətirin. Gülə-gülə güləşmirlər ki. Və yaxud güləşəndə gül çiçək səpmirlər ki. Aidiyyəti yoxdur. Aidiyyəti olmadığına görə bu söz bütövlükdə kökdür. Üstündə şəkilçi olmadan. Və yaxud dağıntı. Dağıntı sözü var. Nə deməkdir? Ətrafa dağılmış deməkdir. Hər tərəfə dağılıb. Ona deyilir dağıntı. Dağıntı sözü, indi o dağıntının dağla bir nəsə əlaqəsi var. Deyə bilərik ki, nə olub? Dağıntı deyəndə tutaq, həyətdə dağıntı var. Binaların dağıntısı var. O dağ var orada. Dağ yoxdur, düzənlikdə, amma dağıntı var. Ona görə də mən bu sözün kökünü dağ götürə bilmərəm. Sözün kökü bütövlükdə dağıntıdır. Yəni, bir daha təkrar edirik. Yeni yaranmış sözün özündən əvvəlki sözlə mütləq bağlılığı olmalıdır. Leksik şəkilçi haqqında bu qədər. Keçək indi qrammatik şəkilçiyə. Bir dəqiqə. Qrammatik şəkilçi. Qrammatik şəkilçinin işarəsi, baxın, budur. Qrammatik şəkilçi yeni söz yaratmır. Sözün mənanı dəyişmir. Sözün nəyini dəyişir bəs? Formasını dəyişir. Mən qısa yazıram, siz yaza bilərsiniz ki, uzun. Sözün formasını dəyişir.
Qayda kitabları da var. Qayda kitablarla oxuya bilərsiniz. Görürəm ki, şagirdlər bəzən qayda kitablarını oxumağa tənbəllik eləyirlər. Orada biraz uzun-uzun yazılır, qara hərflərlə yazılır, məlumatı çox olaraq görürlər. Qısa şəkildə konspektləşdirərək qeydlər kimi dəftərinizə yaza bilərsiniz. Yəni bunları bilsəz, 5-ci sinif, 6, 7-ci sinif üçün sizə kifayətdir. Və bəs nə edir bu qrammatik şəkilçi? Formanı dəyişdirir, sözlər arasında əlaqə yaradır. Əlaqə yaradır. Məsələn, bayaq bir sözümüz var idi bizim. Hansı söz idi o? Dənizçidən. Baxın, dənizçidən sözü. Həmin sözün üzərindən, əlimdəydi, sildim. Həmin sözün üzərindən gedək. Dəniz. Dənizçidən. Demək, dənizçidən sözün kökünü tapdıq. Leksik şəkilçisini tapdıq. Bax, dənizçidən əvvələ baxırıq. Həmin ağlımdakı dənizçidir, düzdür? Həmin insandır, dəyişmədir ki, yox. Demək, bu dən qrammatikdir. Yaxşı mı? Və yaxud bax, kitablara baxın. Kitablar. Sözün kökü kitabdır. Kitablar olanda həmin kitabdır da, sadəcə çoxaldı. Mənası dəyişmədi axı. Deyirəm ki, kitab, ağlımda kitab var. Kitablar deyirəm, ağlımdakı kitab çoxaldı. Amma həmin kitab qaldı da, dəyişmədi. Ona görə də bu da olur qrammatik şəkilçi. Bu belə. İndi buradan bir şey yazmaq yadımdan çıxdı. Əlavə eləyin ki, qrammatik şəkilçi sözün sualını dəyişdirmir. Sualı dəyişdirmir. Dəyişə bilmir deyək. Bilmir. Leksik şəkilçi, qrammatik şəkilçi və kök haqqında bu qədər. İndi başlanğıc formada nəzərinizdə olsun. Gəlin başlanğıc forma haqqında da məlumat vereyim. Başlanğıc forma. Düzdür. 5-ci sinifin materialında başlanğıc forma yoxdur. Amma ola bilər ki, 6-cı sinif baxsın başlanğıc formanı öyrənməkdən ötürü. Bilsin ki, başlanğıc forma necə tapılır. İndi dənizçidən sözdə eyni sözün üzərindən gedirəm ki, beyniniz qarışmasın. Dənizçidən. Aha. Bax, dəniz sözün köküydür. Ti qrammatikdir. Ti leksikdir, dən qrammatik şəkilçidir. Başlanğıc forma nədir? Leksik. Başlanğıc forma qrammatik. Qrammatik şəkilçiyə qədər olan hissə. Yəni son leksik şəkilçisi başlanğıc formaya daxil olur. Başlanğıc formanın işarəsi də budur. Kökün əksi. İndi bu sözün başlanğıc forması nədir? Dənizçi. Niyə? Çünki qrammatika atırıq. Bax, qrammatik hissəni atdıq. Qrammatik şəkilçiyə qədər olan hissəni götürdük. Ən axırıncı leksiki götürürük. Aydındırmı? Sözün kökü nədir? Ayrılıqdan müstəqil məna bildirən hissəsi. Leksik şəkilçi nədir? Yeni söz yaradır. Qrammatik şəkilçi nədir? Sözün formasını dəyişdirir, yeni sözü yaratmır, sözlər arasında əlaqə yaradır. Demək, başlanğıc formada qrammatik şəkilçiyə qədər olan hissədir. İndi çoxlu sözə baxaq buradan. Yazaq. Kitabxanaçılıq. Bu sözü təhlil edək. Sözün kökü nə olar? Sözün kökü kitab. Baxın, ayrılıqda müstəqil məna bildirdi. Kitabdan nə yaranıb? Kitabxana. Ağlımızda nə idi? Oxumaq üçün olan vəsait. Kitabxana nə oldu? Otaq. Kitablar saxlanır. Bax, yeni yaranmış sözün əlaqəsi varmı? Var. Kitabxana nəyə deyilir? Özündən əvvəl baxın, kitab saxlanan yerə deyilir. Oldu otaq. Kitabxanaçı kimdir? Kitabxanada işləyən adam. Kitabxanaçılıq nədir? Peşə. Düzdürmü? Ona görə də leksikdir. Amma mən bura desəm ki, kitabxanaçılıqdan peşə qaldı da, ağlımdakı həmin peşə. O qrammatik olacaq. Aydındırmı? Başqa sözlərə bax. Yazaq ki, yaxşılıq. Dedik ki, sözün sualını dəyişdirə bilir. Necə dəyişdirə bilir leksik şəkilçi sualı? Yaxşı sözün köküdür. Hər halda bu yax götürməliyik də. Yaxşılıq sözün kökü nədir? Yaxşı. Yaxşı.
Yaxşıya sual verin. Necə? Necə? Nə cür yaxşı? Yaxşılıq. Sual verin. Nə? Sual dəyişdirdi. Demək, dəyişdirirsə bu necə şəkilçidir? Leksik şəkilçi. Daha sonra yazaq ki, talan. Talan. Bəzən səhvən necə götürürük? Talanı bütöv belə kök götürürük də, düzdür. Amma olmaz. Qısa sözlər ən çox bizi çaşdırmaq istəyirlər qısa sözlərlə. Baxırsan ki, 4-5 hərfdən ibarətdir. Deyirsən ki, bunun üstündə şəkilçi olmaz, amma çıxır. Talayırsan, talamaq, talamaq olduğuna görə nə olur? Talanmaq. Düzdürmü? Üstündə leksik şəkilçi var. Və yaxud əkin, əkinçilik, nə yazaq? Əkinçilik, elə belə qalsın. Əkin necə olur? Əkilir, əkirsən, olur nə? Əkin, yeni şey yaratdı. Əkin əkən adam əkinçi, bax, yeni şey yaratdı. Əkinçi nə işlə məşğul olur? Əkinçilik. Başlanğıc forması necə olar? Bütöv. Talan sözünün başlanğıc forması bütöv. Yaxşılıq sözünün başlanğıc forması bütöv. Amma kitabxana sözünün başlanğıc forması kitabxanaçılıq. Dan olar mı? Yox. Başlanğıc forması nədir? Kitabxanaçılıq sözü. Aydındır. Başqa hansı sözlərə baxaq, biraz təmiz möhkəmləndirək. İnşallah bu barədə bir daha müəllimlər qrammatikdirmi, leksikdirmi, bu şəkildə inşallah ki, bir daha sual gəlməz. Yazaq ki, gülçüdür. Gülçüdür. Gül sözün kökü, güldən yaranıb gül satan adam gülçüdür, artıq qrammatikdir. Niyə? Çünki ağlımda qalan bu gülçüdür, dəyişmədi axı. Başlanğıc forma olaraq nə götürürük? Başlanğıc forma olaraq dürə qədər olan hissə. Bu sözün başlanğıc forması nədir? Gülçü. Gülçüdür. Olar mı? Olmaz başlanğıc forma. Niyə? Çünki bu qrammatik şəkildir. Yaxşımı? Bu qədər. 5-ci sinifə uyğun kök, leksik şəkilçi, qrammatik şəkilçi, hətta dediyim kimi 6-cı sinifdədir sözün başlanğıc forması. Onu da siz əlavə məlumat olaraq yadınıza saxlayın. Bunun biraz dərin forması ön şəkilçilər, özündən əvvələ qrammatik buraxan şəkilçilər, o da digər siniflərdədir. İndi inşallah onunla bağlı ayrıca bir video yükləyərəm. Onu 5-ci siniflərin izləməsinə ehtiyac yoxdur. Bunları bilsəz, özünüz üçün çoxlu sözlər götürüb təhlil eləsəz kifayətdir. Sağ olun.